Salam değerli dostlar, değerli izləyicilər. Bilirsiniz ki, növbəti ay 9-cu sinif buraxılış imtahanları olacaq. Qərara aldıq ki, bu videomuzu 9-cu siniflərə həsr eləyək və 9-cu sinifdə düşmə ehtimalı olan suallar haqqında müzakirə aparaq. İlk öncə plan qurmaq lazımdır. Planda necə qurarsınız? Bilirsiniz ki, məktəbə gedirsiniz, məktəbdən sonra hazırlıqlara gedirsiniz 3 fəndən. Axşam saatlarında sizə az bir vaxt qalır. Həmin vaxtı necə plan qurmalısınız, onu müəyyən edin. Onda ev tapşırıqlarını işləməklə vaxt keçir. Ancaq məncə qısa bir müddətdə artıq ev tapşırıqları mövzularınız bitibsə, bunları dayandırın və təkrarlara üstünlük verin. İkinci əsas məqam isə sınaqlara üstünlük verməlisiniz. Bu qısa müddətdə əgər mövzularınız bitibsə, mövzuları təkrara qayıtmışsınızsa, çalışın 9-cu sinif indiyə kimi düşən buraxılış suallarını işləyin. Orada da mən sizə tövsiyə edirəm ki, indi onsuz da özünüz görəsiniz. Sınaq adətən müəyyən faizi asan, müəyyən faizi orta, müəyyən faizi da çətin sual tipləri düşür. Asan sual tipləri mən düşünürəm ki, 9-cu sinif buraxılış şagirdləri hər kəs yaza biləcəyi, hətta universitetə gələcəkdə hazırlaşan, hazırlaşmayan, peşə haqqında maraqlananlar da hər kəs yaza biləcəyi suallar olur. Orta suallar da ən çox sınaq işləməklə müəyyən olunan suallardır. Onları təyin edə bilərsiniz. Onsuz da işlədiksən vərdiş eləyəsiniz. Məncə PDF haqqında internetdə paylaşıblar. Bütün indiyə kimi 9-cu sinif buraxılış sualları haqqında məlumatlar bütün internetdə var, sosial şəbəkələrdə var. Oradan endirib, testləri kserokopyadan çıxardıb işləyə bilərsiniz. Çətin suallara gəlincə isə, çətin suallarda müəyyən mövzular var ki, hər il standart o sual tipləri düşür. Bu sual tipləri haqqında danışacağım sizə. Üçüncü isə, əlinizdə yəqin ki, mütləq konspektlər var təkrar üçün. Hər birinizin dərs oxuma otağında önünüzdə konspektlər, mütləq düsturlar, həndəsədən 3 bucağın, 4 bucağın, çevrənin, dairənin də bunların hamısının düsturları olsun. Cəbridən və müəyyən mövzularda deyək ki, parabolanın düsturları, funksiyaya aid, o xətti funksiyaya aid olan düsturlardır, Əbu Bəkrovun düsturlarıdır, faizə aid məsələlər var, müəyyən məsələ tipləri, onların düsturları, qaydaları. Özünüzə konspekt çıxardaraq, orada deyək ki, hər hansı rəngli qələmlə altını çizərək onları təkrarlaya bilərsiniz. Gündəlik baxaraq mövzuları göz alışkanlığı olaraq təkrarlaya bilərsiniz. Dördüncü isə motivasiyanı itirmə. Çünki 9-cu sinif buraxılış imtahanları sənin üçün son imtahan deyil. Ən vacib imtahanlarından biri də 11-ci sinif buraxılış imtahanıdır, blok imtahanla bir yerdə. Çünki bu universitetə keçid mərhələsidir. Ancaq 9-cu sinif sizin indiyə kimi öyrəndiyiniz bilikləri, əldə etdiyiniz bilikləri yoxlamaq üçün bir test tapşırığıdır. Ona görə heç bir həyəcanlanmağa səbəb yoxdur. İndi isə gəlin test nümunələri haqqında müzakirə edək. Hansı tip sual düşə bilər, hansı tip suallara üstünlük verir təkrarına, onlara diqqət edək. Bilirsiniz ki, hər imtahan natural ədədlərdən Əbu Bəkrov düşür, bu standart suallardır. Qarşılıqlı sadə ədədlərin əbobu, onları təkrarlayın. Çünki əbobu bir əkrob onların hasilidir. Ondan sonra adi kəsirlərdən vergül sürüşdürmələr düşür. Vergül sürüşdürmə yəni onluq kəsirlərdə 0,1, 10,1 burada vergül sürüşdürmələr tez-tez düşür. Onu OTK-nın 20 test tapşırığında da görə bilərsiniz, standart suallardır. Sonra həqiqi ədədlərdən ədədin standart şəklini təkrarlayın. Ədədin standart şəkli, tərtibi, qiymətli hissəsi. Misal üçün 1.200.000 verir, 1.200.000. O 1,2 vurulsun 10 üstü, misal üçün 6, bu şəkildə tərtibi 6, qiymətli hissə isə 1,2-dir. Belə bir qaydalara diqqət edin, ədədin standart şəkli. Modullara üstünlük verin. Misal üçün modulda A çıx B, A B-dən kiçikdirsə, onun yerini dəyişirik, B çıxa yazırıq həqiqi ədədlərdən. Sonra növbəti mövzumuz tam zərbi ifadələrdir. Tam zərbi ifadələr bilirsiniz ki, ədədin bir həddinin qüvvəti, əmsalı, çox həddinin qüvvəti, onlar da yenə OTK test tapşırıqlarında həddən artıq çoxdur, test salınır. Sonra növbəti bölməmiz faiz nisbət tənasübdür. Faiz nisbət tənasübdə də misal üçün ədədi 10% artırıb 10% azaltdıqda necə dəyişir? Adətən də sizə sadə suallar düşür. Yəni misal üçün 40-ın 10%-ni tapın, 50-nin 20%-ni tapın. Test nümunələri. Misal üçün mən görürəm OTK-da 48 ədədinin 25%-ni tapın, 4/1-ni. Bu tip suallar düşür.
Yəni faizdən elə də çətin sual tipləri düşmür. Sonra növbəti bölməmiz isə kvadrat köklərdir. Kvadrat köklərdən də orada mürəkkəb kök qaydası, o tip suallar düşə bilir. Sonra kökün altından çıxarıla bilən ədədlər, misal üçün 20-ci dərəcədən kökün altında deyək ki, b üstü 40 verilibsə, 40 ilə kökün 20-ci dərəcəsi gedir, qalır b üstü 2. Bu tip suallar, bu da modulda çıxır. Bu tip suallara da diqqət edin. Yəni OTK-da o tip suallar çoxdur. Növbəti bir məchullu tənliklərdir. Tənliklərdə kvadrat tənlik, Viet teoremi, mütləq Viet teoremi düşür. Hər imtahan görürük. Sonra xətti tənliklər, xətti tənliklərin həll olunması. Sonra xətti tənliyin nə vaxt həlli var, həlli yoxdur. Sonsuz sayda həlli var. Misal üçün orada deyək ki, AX topla B bərabərdir 0 tənliyində. A 0 olduqda həlli yoxdur. A da B də 0 olsa sonsuz həlli var. Ancaq A 0-dan fərqli olduqda isə xətti tənliyin yeganə həlli var. Bu tip qaydalara diqqət edin. Tənliklər sisteminə gəlincə, tənliklər sistemindən hər il düşən məsələ tiplərdir. Misal üçün nümunə göstərim sizə. Deyək ki, dayanacaqda motosiklet var, 2 təkərli və avtomobil 4 təkər. Bunların ümumi sayı deyək ki, 10 dənədir. Yazarsınız x topla y bərabərdir 10. X motosikletlərin, y isə avtomobillərin sayıdır. Təkərlərin sayı isə 4x, deyək ki, motosikletdə 2x topla 4y bərabərdir. Misal üçün deyək ki, 40 dənə təkər var. Bu tip tənliklər sistemi qurmaqla həll edə bilərsiniz. Bu nisbət mövzusundan da qayla yazılmalar var. Misal üçün x böl 3 bərabərdir y böl 5 bərabər z böl 6, 3k, 5k, 6k bu şəkildə sual tipləri düşür. Onsuz da siz OTK sual tiplərini işləsəniz, ətraflı görərsiniz. Burada adətən şagirdlər, mənim öz şagirdlərim də şikayətləri ki, OTK sualları çətindir. Xeyr, çətindir deyəndə, yəni orada asan sual tipləri yoxdur demək olar ki. Çünki orada sizə o faiz var da, bir vurğuladığım kimi, dində düşən imtahanın, deyək ki, haradasa bir 20%, 30% çətin sual tipləridir. Həmin çətin sual və orta sual tipləri OTK test tapşırıqlarında model sual tipi kimi verilir. Yəni, o demək deyir ki, imtahan bu şəkildə düşəcək. Yox, sadəcə siz onları təkrarlayaraq, orada çətin sual tiplərini yaza bilərsiniz. Belə. Növbəti hissə isə bərabərsizlərdir. Bərabərsizliklər mövzusunda orada diqqət edin, topluda da var. Bərabərsizliklər heyəti. Bu OTK sual tiplərində də tez-tez paylaşılan sual tipləridir son zamanlar. Ona görə oradan da düşə bilər. O bərabərsizlər heyəti bu tip mötərizədir, qapalı mötərizə. Amma digəri isə transkript, yəni həmin tənliklər sisteminin, bərabərsizlər sisteminin kəsişməsini götürürdük. Amma digərində isə heyətdə birləşməsini götürürdük. Bu arada birləşməni həmişə soruşurlar. U hərfi birləşmədir bu şəkildə. Ancaq U-nun tərsinəsi isə kəsişmədir. Ona da diqqət edin. Bu ədədi ardıcılıqlar silsilə təbii ki 9-cu sinifin may ayında keçirilən proqramdır deyənə o düşmür. Ədədi silsilələr. Çoxluqlar mövzusu, tez-tez çoxluqların kəsişməsi, birləşməsi, Venn diaqramı bu şəkildə diqqət edin. Çoxluqları. Dediyim kimi bunu da OTK test tapşırıqlarla işləyə bilərsiniz. Həndəsədən isə həndəsə haqqında heç bir məlumat verə bilmərəm. Çünki hər il düşən üçbucaqlar, bərabər yanlı üçbucaqlar 7-ci sinif proqramına əsasən düşür. Ən çox bərabər yanlı üçbucaqlar. Sonra bərabər tərəfli üçbucaqlar, ən çox buraxılışa düzgün figurlar düşür. Kvadrat, misal üçün bərabər tərəfli üçbucaq. Bu tip suallar düşür. Buna diqqət edin. Çevrədə bucaq anlayışı, çevrədə metrik münasibətlər, o düsturları təkrarlasanız məncə yazarsınız. Misal üçün, çevrədə toxunan və kəsən münasibətləri var. Toxunanın kvadratı bərabərdir. Çevrənin xaricində qalan hissəsi vurulsun bütün. Yəni, kəsənin ümumi hasilinə. Bu şəkildə tapılır. Növbəti isə test toplusu 1-dən danışdıq. İndi isə test toplusu 2-dən nələr düşür, onlara diqqət edin. Test toplusu 2-dən xətti funksiya bölməsindən 9-cu sinifə mütləq KX topla B. Hətta mən deyərəm ki, keçən il yox, üstəki il 11-ci sinif buraxılış imtahanına düşən xətti funksiya mövzusuna aid olan test tapşırığı keçən il 9-cu sinif buraxılış imtahanına saldılar. Ona görə o sadəcə 7-ci sinifdə keçilir. Yəni proqram 11-ə 9 aidiyyatı yoxdur. Yəni 7-ci sinifin proqramıdır. Sadəcə biraz sual tipi, çətin sual tipidir. Xətti funksiyalara diqqət edin. Sonra 9-cu sinifdə keçilən
parabola, yəni ax kvadrat topla bx topla c, o tip onun təpə nöqtələri mənfi b bölü 2a m tapılır. N isə 4ac çıx b kvadrat bölü 4a ilə tapılır. Onlara diqqət edin. Yəni n vahid sağa sola sürüşmələr, n vahid isə yuxarı aşağı sürüşmələrə diqqət edin. Parabola xətti funksiyadan. Həndəsədən isə ən çox deyərəm ki, hər il, keçən il, üstəki il, növbəti il, hər il düşən test tapşırığı çevrə tənliyidir. Çevrə tənliyində mərkəz verilmə şərti ilə və yaxud da çevrənin üzərində götürülən bir nöqtənin verilmə şərti ilə radiusunun tapılması bu tip suallar düşür. Misal üçün, mərkəz 2 ilə 5-dirsə, yazarsınız x çıx 2-nin mötərizə kvadratı, topla y çıx 5-in mötərizə kvadratı. Hansısa da nöqtə verirsə, çevrənin üzərində götürülmüş bir nöqtə. Yəni ki, 3, 7 nöqtəsi. Həmin nöqtəni x-in və y-in yerinə qoyaraq radiusu tapırıq. Bir də ən diqqət edəcəyiniz məqam isə orta nöqtədir. Orta nöqtə verilən nöqtələrin x-dən x-i toplayıb yarıya bölürük, y-dən də y-i toplayıb yarıya bölürük. Çünki elə çevrə ilə də aid verir diametrin uz nöqtələri. Diametrin uz nöqtələri verildikdə orta mərkəzi tapmaq üçün deməli toplayıb yarıya bölürük. Bu tip suallara diqqət edin. Fəza fiqurlarından isə şagirdləri ən çox maraqlandıran suallar budur ki, fəza fiqurlarından nə düşür? Çox özlərdən. Adətən müəllimlər də topludan çox özləri işlətməyə cəhd edir. Ancaq bunu 9-cu sinif imtahanı üçün işlətmək mənasızdır. Çünki 9-cu sinif buraxılış imtahanına ən çox kub düşür və paralelipiped. Paralelipiped 5-ci sinif səviyyəsində, yenə kub da 5-ci sinif səviyyəsində. Çünki bu mövzuları 5-də keçirlər. Paralelipipedin yan səthi, tam səthi, həcmi, kubun da yenə yan səthi, tam səthi, həcmi, üzünün diaqonalı bu OTK suallarında çoxdur. Kubun yan səthi 4a kvadrat, tam səthi 6a kvadrat, üzünün diaqonalı a kök 2, həcmi də a kubu. Deməli, misal üçün verir ki, 5 kök 2, kubun yan üzünün diaqonalı 5 kök 2, onda tili 5 eləyir, həcmi isə 5-in kubu, 125. Ancaq paralelipipedin yan səthi isə deyək ki, hündürlüyü s ilə ifadə eləsək, oturacağında uzunluğu və n-ni a ilə b ilə ifadə eləsək, onda yan səthi AC topla BC vur 2. Çünki hər üzdən otağımızı paralelipiped və ya kub təsəvvür eləsəniz, hər üzdən 2 dənədir. Ancaq tam səthi isə AC topla BC topla AB sonra vur 2. Həcmi isə üçün də vururuq bir-birinə. Hər il düşən suallardan biridir. Deməli, dediyim kimi, kub və paralelipiped bu tipli suallar düşür. Təbii ki, piramida düşəsi deyil və yaxud da prizmanın hansısa bir kəsiyi və yaxud da diaqonal kəsiyi bu tip suallar düşmür. Ona görə ən vacib kubu və paralelipipedin bu sadə düsturlarını təkrarlayın. Ehtimal mövzusundan isə ikinci hissədən diqqət eləsəniz, OTK-nın o 20 suallıq test tapşırıq nümunələrində həddən artıq çox zər məsələləri var. Misal üçün, bir zəratlıqda 6, 2 zəratlıqda isə 36 bu tip məsələlər düşür. Nümunə göstərə bilərəm. Misal üçün, bir zəratlıqda deməli düşmə bütün mümkün variantlar 6, cüt xalının düşməsi isə 2, 4, 6 olacaq 6-da 3. 6-da 3, 2-də 1. Ancaq 2 zəratlıqda misal üçün, xallarının cəminin 6 olma ehtimalı. Xalların cəmi hansılar 6 ola bilər? 1, 5, 5, 1, 2, 4, 4, 2, bir də 3 qoşar. Bu tip suallarda, misal üçün, onların sayın sürətə, ümumi sayın 36 elədiyinə görə onu da məxrəcə yazırsınız. Zəl məsələlərinə və deyək ki, sinifdə 5 qız, 7 oğlan var, seçilən bir şagirdin, çünki 2 şagird, 3 şagird seçilməsi ehtimalı 11-ci sinifə düşür. Onu kombinizonla həll edirik. Ancaq sizə isə bir şagirdin seçilmə ehtimalı, misal üçün 5 qız, 7 oğlan, 12-də 5 qız, 12-də 7 oğlan. Yəni, bu tip suallar düşə bilər, düşmə ehtimalı var. Sonda deyim ki, bu keçici imtahanlara görə həyəcanlamağa həqiqətən dəymir. İstirahətinizi eləyin, ara bir testlərinizi təkrarlayın və normal həyatınızı yaşayın. Və sizin üçün 20 suallıq OTK-nın test tapşırıq nümunələrini növbəti videolarımızda çəkərək, bütün sualları həll edərək yerləşdirəcəm. Ona baxmadan imtahana girməyin və kanalımıza abunə olmağı, bəyənməyi unutmayın. Sağ olun.